Salam. Müəssisə resurslarının planlaşdırılması sistemi, proqram təminatının istifadə qaydalarının izahına həsr edilən növbəti dərsimizdir. Mövzumuz maliyyə uçotu moduluna daxil olan məxaric qaymələridir. Məxaric qayməsi sənədi SERP sistemində maliyyə uçotu modulunun mal-material uçotu alt moduluna aid olmaqla mal və materialların müəssisə balansından məxaric olunmasını əks etdirən sənəddir. Məxaric qaymələri ilə işləmək üçün əvvəlcə SERP sisteminin ağacvari strukturunda məxaric qaymələri bəndini klikləyirik. Nəticədə məxaric qaymələrinə dair pəncərə açılır. Açılan pəncərədə mövcud olan bütün məxaric qaymələrinə dair məlumatları əks etdirən cədvəl yerləşir. Məxaric qaymələri cədvəlinin strukturu da mədaxil qaymələri cədvəli ilə oxşardır. Bu cədvəldə məxaric qayməsinə dair aşağıdakı məlumatlar yerləşir. Nömrə, təşkilat, sənədin tarixi, hesab nömrəsi, müştəri, məbləğ, ambar, əlavə dəyər vergisi, ödənişin növü, istifadəçi, qeyd. Cədvəlin axırıncı sətrində cədvəldəki məxaric qaymələrinin cəmi sayı, cədvəldəki bütün qaymələr üzrə yekun məbləği və əlavə dəyər vergisi məlumatlarının yekun cəmi göstərilir. Cədvəldən yuxarıda yerləşən hamısı, cari və silinmişlər çeviriciləri bütün, cari və silinmiş məxaric qaymələrini ekrana çıxarmağa imkan verir. Məxaric qaymələri pəncərəsində yerləşən funksional düymələr aşağıdakı əməliyyatları yerinə yetirməyə imkan verir. Tarixi seçin. Müəyyən bir tarix intervalında yaradılan məxaric qaymələrini ekrana çıxarmağa imkan verir. Yeni məxaric qayməsini yaratmaq üçün nəzərdə tutulur. Filtr. Bu düymə məxaric qaymələri üzrə axtarış aparmaq üçün istifadə olunur. Sazlama düyməsi vasitəsilə cədvəlin istənilən qrafalarını ekrana çıxarmaq və ya gizlətmək mümkündür. Çap. Məxaric qaymələri cədvəlini çapa vermək üçün istifadə olunur. Silmə. Məxaric qaymələrini silmək üçün istifadə olunur. Bərpa etmə. Silinmiş məxaric qaymələrini bərpa etmək üçün nəzərdə tutulur. Məxaric qaymələri cədvəlində sonuncu sütunda yerləşən funksional düymələr vasitəsilə aşağıdakı əməliyyatları yerinə yetirmək olar. Bu düymə məxaric qayməsinə edilmiş düzəlişin tarixinə baxış üçün nəzərdə tutulmuşdur. Bu düymə cədvələ eyni məzmunda növbəti nömrəli yeni qaymənin əlavə edilməsinə imkan verir. Silmək. Cədvəldə seçilmiş məxaric qayməsinin silinməsi. Baxış düyməsi cədvəldə seçilmiş məxaric qayməsinə baxış üçün nəzərdə tutulmuşdur. Yeni məxaric qayməsini yaratmaq üçün məxaric qaymələri pəncərəsindəki yeni düyməsini klikləyirik. Açılan pəncərədə yeni məxaric qayməsinin məlumatlarını daxil etmək üçün ekran forması yerləşir. Bu ekran formasının sahələri mədaxil qayməsinin sahələrinə analoji olaraq doldurulur. Sənədin nömrəsi. Bu sahəyə növbəti nömrə sistem tərəfindən avtomatik olaraq ötürülür. Blankın nömrəsi klaviaturadan daxil edilir. Sənədin tarixi sistem tərəfindən cari tarix ötürülür və dəyişdirilə bilər. Xidmət sənədinin nömrəsi. Məxaric əməliyyatı ilə əlaqədar olan xidmət sənədinin nömrəsi daxil edilir. Valyuta.
açılan siyahıdan seçilir və bu siyahı valyutalar soraqçasına əsasən yaradılmışdır. Məzənnə. Əgər valyuta milli valyuta olarsa, məzənnə 1 olur. Əgər valyuta milli deyilsə, bu valyutaya uyğun olan məzənnə məzənnələr soraqçasından götürülür. Əlavə dəyər vergisi. Bu sahəyə əlavə dəyər vergisinin faiz tarifi daxil edilir. Əlavə dəyər vergisi daxil. Əgər hesablanmış əlavə dəyər vergisi məbləği malın qiymətinə daxil edilmiş olarsa, bu halda bu sahəyə qeyd nişanı qoymaq lazımdır. Əlavə. Bu sahədə istifadəçinin mal üçün qoyduğu əlavə qiymət və ya qiymət faizi daxil edilir. Faiz sahəsinə işarə qoyulmuşdursa, bu halda əlavə sahəsində əlavə qiymət faizi göstərilir. Ödənişin növü. Bu sahəyə ödənişin hansı qaydada aparılmasını göstərən məlumat açılan siyahıdan seçilərək daxil edilir. Bank. Açılan siyahıdan bankın adı seçilərək daxil edilir. Menecer. Bu sahəyə layihə üzrə menecerin adı siyahıdan seçilərək daxil edilir. Layihə. Mal və materialların alınması ilə əlaqədar olan layihənin və ya məqsədin adı açılan siyahıdan seçilərək daxil edilir. Tədarükçü. Bu sahəyə müəssisənin və ya onun struktur bölməsinin adı açılan siyahıdan seçilərək daxil edilir. Alan. Müştəriyə aid olan hesabın nömrəsi və adı açılan siyahıdan seçilərək daxil edilir. Müqavilə. Bu sahəyə seçilən müştəriyə aid olan müqavilə siyahıdan seçilərək daxil edilir. Qeyd. Məxaric əməliyyatına dair əlavə qeydlər daxil edilir. Bu qayda ilə məxaric qayməsinə məlumatları daxil edirik. Növbəti mərhələdə seçilən müqavilədə göstərilən mal və materiallara dair məlumatların məxaric qayməsi sənədinə əlavə edilməsi əməliyyatları yerinə yetirilir. Bunun üçün paneldə yerləşən əlavə etmək düyməsini klikləyirik. Bu zaman qayməyə əlavə ediləcək mallara dair siyahı açılır. Mal material əgər mədaxil qayməsi vasitəsilə ambara daxil edilmişdirsə, onun adı bu siyahıda görünəcəkdir. Həmçinin burada həmin malın ambardakı qalıq miqdarı, qiymətləndirmələr və s. informasiya yerləşir. Axtarmaq düyməsi vasitəsilə siyahıdan lazım olan malı axtarıb tapmaq olar. Bu siyahıdan malı əlavə etmək üçün pəncərənin yuxarısında yerləşən açılan siyahıdan mal qrupuna uyğun uçot hesabı seçilir. Sonra bu qrupdan olan malların siyahısında seçilən malın adının qarşısında məxaric miqdarı və satış qiyməti sahələrinə məlumatları daxil edirik. Sonra pəncərənin aşağısında yerləşən əlavə et və OK düymələrini klikləyirik. Nəticədə seçilən mal materiala dair bəzi məlumatlar məxaric qayməsinə əlavə olunacaqdır. Sonra məxaric olunacaq mallara dair digər məlumatlar da daxil edilir və yaddaşa saxlamaq düyməsi kliklənir. Siyahıya əlavə olunan hər bir mala uyğun sətrin sonunda silmək, düzəliş və hesabat düymələri əks olunur. Bu düymələr aşağıdakı əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunur. Silmək, əlavə olunan malı silmək, düzəliş, mala dair düzəliş edilməsi, hesabat, seçilən mala uyğun məhsul üzrə hərəkət hesabatını almaq üçün istifadə olunur. Məxaric qayməsini çap etmək üçün çap düyməsini klikləyirik. Nəhayət, məxaric qaymələri pəncərəsində OK düyməsini sıxsaq, yeni yaradılan məxaric qayməsi cədvələ əlavə olunacaqdır. Cədvəldəki məxaric qaymələrinə düzəliş etmək üçün onun nömrəsi üzərində mausun sol düyməsini klikləməklə
qayməni düzəliş rejimində açmaq və açılan ekran formasının sahələri üzərində lazımi düzəlişləri aparmaq lazımdır. Diqqətinizə görə təşəkkür edirik.